Deməli. Neçə? Səksən beş. 38. 38'den olabilir. 38. Deməli, deyir ki, bu bərabərsizliyin neçə dənə tam həlli var. Biz bilirik ki, bu modullu bərabərsizlik, yəni modulda x kiçikdir 4/8, bu iki qat bərabərsizlik ilə eyni güclüdür. 36-37-də işləyəndə biz bu nəticəni çıxara bildik. Onda mənfi 4/9 ilə müsbət 4/9 arasındakı tam ədədlərin sayı 9 dənədir. 4 dənə müsbət tam ədəd var. 1, 2, 3, 4. 4 dənə onun əksi var. Bir dənə də 0 var. Yəni 9 dənə tam həlli var. Sonra. Yox, bir dəqiqə 85 deyir. 85. Bu bərabərsizliyin neçə tam həlli var? Bunu eləyə bilməmək, bu demək ki, mən modul dərsini hələ də başa düşmədim, ay müəllim. Bunu iki qat bərabərsizlik kimdə eləmək olar? Bərabərsizliklər sistemi kimdə? Yəni yazmaq olar ki, modulda 3x minus 2 kiçik bərabər 11, bir dəfə də modulda 3x minus 2 böyükdür, bərabərdir, mənfi 11 bərabərsizliklər sistemi. Hər bir bərabərsizliyi ayrı-ayrı həll eləyək. Yəni mənim yazdığım kimi ard-arda alınır yazmaqla yazmaq məcburiyyətində deyilsiniz. Biz bilirik ki, bərabərsizliklər sistemini həll etmək üçün oradakı hər bir bərabərsizliyi ayrı-ayrılıqda həll edib, 12-də 3-ə böldük, 4/3-də 1. Sonra onların həllini kəşdirməliyik. Bu birisi də 3x minus 2 böyük bərabər mənfi 11, 3x böyük bərabər mənfi 9, x də böyük bərabərdir mənfi 3. Deməli, burada sistemdir, kəşdirməliyik. Biri deyir ki, x 4/3-də 1-dən kiçik və ya bərabərdir. Digəri deyir ki, x mənfi 3-dən böyük və ya bərabərdir. Bunların da kəsişməsi mənfi 3-dən qapalı mötərizə ilə 4/3-də 1-ə qədərdir. İndi bizim də sualımız bu bərabərsizliyi ödəyən neçə dənə tam həllin olmasıdır. Bu aralıqda 4 dənə müsbət ədəd var. 1, 2, 3, 4 tam ədəddən söhbət gedir. 3 dənə mənfi tam ədəd var. Mənfi 1, mənfi 2, mənfi 3 çünki daxildir. Bir dənə də 0. Yəni bunun 8 dənə tam həlli var Qafar. Nədir problemi? Bildiri başa düşdümü? Yəni nəyi bilməmişdin? Onu bilmək istəyirəm mən də. Çünki bu standart sualdır. Yəni burada qeyri-adi dolaşıq heç nə yoxdur. Sonra 153, 155. 153. Bu bərabərsizliyi ödəyən tam ədədlərin sayını tapın. Mənfi x plus 2 böyük bərabərdir 0. Bunu bir dənə mənfiyə vursaq, x kvadrat minus 2 kiçik bərabər 0. Və biz başa düşürük ki, 2-ni kök 2-nin kvadratı yaza bilərik. Və bu x minus kök 2, x plus kök 2 şəklində vurğulara ayrıla bilər. Bunu sıfıra çevirən ədədlər müsbət və mənfi kök 2 olduğu üçün ədəd oxu üzərində mənfi kök 2-ni və müsbət kök 2-ni qeyd edib bölürük intervallara. Kök 2 təqribən 1/4 olduğu üçün bundan sağda bir ədəd götürək 3. 3'ü bura qoysaq müsbət, bura qoysaq müsbət. Yəni müsbət, mənfi, müsbət. Bizə mənfi aralıq lazım olduğu üçün mənfi kök 2, kök 2 aralığı bu bərabərsizliyi ödəyən aralıqdır. Və bizə deyir, orada neçə dənə tam ədəd var? Bu aralıqda 3 dənə tam ədəd var. Mənfi 1, 0 və 1. Çünki mənfi elə ki 1/4 ilə müsbət 1/4'ün arasında axtarırıq biz. Aydın oldu. 155 deyən var idi sonra. İzah elədiyimi başa düşmürsünüzsə, tərzdən sual verin. Mən bir dəfə dedim, o saat başa düşmək məcburiyyətində deyilsiniz. Ola bilər ki, nəysə başa düşmürsünüz. Deməli, burada diqqət eləsək, bu ikinci mötərizə x-in istənilən qiymətində həmişə müsbətdir. Onda belə çıxır ki, əgər o vuruq hər zaman müsbətdirsə, hasilin mənfi olması üçün birinci vuruq mənfi olmalıdır. İndi biz də axtarırıq ki, x-in hansı qiymətlərində bu mənfidir? Bunu ortaq məxrəcə gətirməklə intervallar üsulu ilə həll edirlər.
həm sürəti sıfıra çevirən ədədi, həm də məxrəci sıfıra çevirən ədədi tapdıq. İkisini də ədəd oxunda qeyd elədik, böldük aralıqlara. Götürək sınaq nöqtəsi 6-nı. 6-nı sürətə qoysam, müsbət məxrəclərə müsbət. Bura müsbət, bura mənfi, bura müsbət. Mənfi olması üçün deməli cavab 0-5 aralığıdır. Burada deyir ki, tam əllərinin cəmini tap. 0-5 arasındakı tam ədədlər 1-dir, 2-dir, 3-dür və 4-dür. Cəmlədikdə də eləyir 10. Aydın oldu. Sonra buyurun. 158. Deməli ki, x plus y bu aralıqdadır və buradan y-in ən kiçik qiymətini tap. Maraqlı bir sualdır. Sırf iş bərabərsizlik deyil, amma bərabərsizliyin də rolu böyükdür bu sual. Birinci, ikinci verilən ifadədən biz x ilə y arasındakı asıllığı müəyyən edək. Vururuq hər tərəfi y-ə və alırıq ki, x bərabər 2y-dir. Düzdür? Gətirib, buradakı x-in yerinə 2y yazırsan. X-in yerinə 2y yazdım. Və sonra da y-i müəyyən eləmək üçün hər tərəfi 3-ə bölürsən. 7-ni 3-ə böldün, 2 tam 3-də 1. 20-ni 3-ə böldün, 6-dan 3-də 2. Deməli, y-in bu aralıqda ala biləcəyi ən kiçik tam qiyməti soruşmuşdu. O da olur 3. Aydın oldu. 160. Deməli, biz birinci bərabərsizliyi həll eləməliyik. Sonra da həmin bərabərsizliyi ödəyən aralıqla 5-10 aralığının kəsişməsində düşən tam ədədlərin cəmini müəyyənləməliyik. Bu bərabərsizlik rasional bir bərabərsizlikdir və biz bunu həll etmək üçün sürət və məxrəci sıfıra çevirən ədədləri tapmalıyıq. X bərabər 7, x bərabər 5. Ədəd oxu çəkdik. 5-i və 7-ni qeyd edib böldük intervallara. 7-dən böyük bir ədəd 8-i götürsən, sürət müsbət, məxrəc müsbət. Bura müsbət, bura müsbət, bu mənfi. X minus 7-nin üzərində kvadrat olduğu üçün 7-nin sağında və solunda işarə eyni olmalıdır. Sağı müsbət çıxmışdır deyəndə solu da müsbət oldu. Sağı mənfi olsaydı soluna da mənfi yazasıydı. Aydındır mı? Yəni sağın solu eyni işarə olur. Bizə lazımdır bunun müsbət olması. Yəni 5-dən 7-yə 7-dən müsbət olsun. Bu bərabərsizliyin həllidir. Amma bizdə sualda başqa şey də soruşur. Deyir ki, o bərabərsizliyin 5-10 aralığına düşən tam həllərinin cəmi. İndi biz baxırıq ki, bunu ödəyən və bu aralığa düşən ədədlər nələr var? 6 var, 8 var, 9 var. Bunların cəmini istəyir. Aydın oldu. 60 neçə? 62. Bu birinci dərsin sualıdır. Güvəndə də nə qədər belə sual var idi. Biz bunu ortaq məxrəcə də gətirə bilərik və yaxud kəsirdən azad etmək üçün ortaq məxrəc olan 6-ya vurar bilərik ki, bütün misalı kəsirdən azad edək. Bu məcbur bir şey deyil vurmaq, ortaq məxrəcə gətirə bilərsən, amma daha səmərəsi vurmaqdır. Bütün misalı vururuq 6-ya. 12 ha. Deməli, 6 vurulsun, 12 minus 10x. Bərabərliyin sağını və solunu eyni bir ədədə vurmaq və bölmək olar. Burada 3'ə vurduq, yəni ixtisar getdiyi üçün. Burada 2'yə vuracaq, mütərzəni açan zaman. Burada da onsuz da açıram. 72 çıxılsın, 60x. Bunları da sadələşdirək. 21 minus 18x, minus 16x, minus 2, 72 çıxılsın, 60x. Mənfi 34x üstə gəl 60x, 72 çıxılsın 19. Eləyir 26x kiçikdir, burada 53. O da eləyəcək 2 tam, yəni x kiçikdir 53 26'ya böləndə 2 tam 26'da 1. X bu ədəddən kiçikdirsə, yəni bu bərabərsizliyin həlli olur bu aralıq. Bizə deyir ki, bu bərabərsizliyin ən böyük tam həllidir. Bu aralığa düşən ən böyük tam ədəd neçədir səncə? İkini mən eşitməkdən yoruldum. Hamı kikilləyir orada. Amma da bu aralıqda 3 var. Ən böyüsü deyil. Ən kiçiyi tapa bilməzsən burada. Mənim sonsuza gedən ən kiçik ədəd neçədir ki, bilinmir. Deməli, 2'dir. 65 deyən var idi.
Var yoxsa 65'e qədər sual olan? Məhəmməd, nə yazmamısan, nə sualın varsa soruş. Turan, sən də boşluqlarınız var idi. Soruşun suallarınızı. 65'in özü. Bax, mən dərs keçəndə izah eləmişdim ki, əgər A və B eyni işarəli olarsa, yəni ikisi də müsbət və ikisi də mənfi olarsa, A B-dən kiçikdirsə 1 böl A 1 böl B-dən böyük olur. Amma müxtəlif işarəli olanda onsuz da mənfi müsbətdən kiçik olduğu üçün tərsinə də yazanda yenə eyni şey olur. İndi bu sual biraz qəliz sualdır, amma yəni o qədər dəhşət bir şey deyil. Bunu ayıraq 2 yerə. Çünki bu ikisinin arasında mənfi ədədlər də var, müsbət ədədlər də var. Biz ona görə bunu 2 hissəyə ayırırıq. Bir dəfə mənfilər üçün yanaşırıq. Biz bunu tərsinə çevirəndə oldu belə. Bir dəfə də müsbətlər üçün yanaşıb tərsinə çeviririk. Yəni ikisini də 1 bölü yazanda, biri 4-də 1-ə böləndə 4 elədi. Biri 7-də 1-ə böləndə də 7 elədi. Yəni ona görə. İndi bu nə deməkdir? 1 böl x mənfi 7-dən kiçikdir. Yəni mənfi sonsuzdan mənfi 7-yə kimidir və 4-dən də böyükdür. 1 böl x-i soruşur bizdən. Baxın, deyir 1 böl x-in. İndi 1 böl x-in ən kiçik müsbət tam qiyməti neçədir? Ən kiçik müsbət neçə alır? 5. Ən böyük mənfi tam qiyməti neçədir? Mənfi 8. Deyir ki, ən böyük müsbət tam qiyməti ilə ən kiçik müsbət tam qiyməti, ən böyük mənfi tam qiymətinin fərqi. Yəni 5 ilə mənfi 8-in fərqi. Bunu istəyir bizdən. Aydın oldu. Biraz o birislərdən fərqli sualdır. 166. Deməli, demişdik ki, məxrəcdə dəyişən var və bu dəyişənin ifadəni hər zaman müsbət və ya mənfi elədiyindən əmin deyiliksə, burada çarpaz vura bilmərik. Biz 2-ni bərabərsizliyin digər tərəfinə keçirdib, ortaq məxrəcə gətirməklə bu tip sualları işləyirik. 2-ni keçiririk bu tərəfə, böyük bərabər 0 və ortaq məxrəcə gətiririk. Bunun məxrəci 1 idi deyə, vurulur elə 3x minus 2-yə. Sadələşdirək, sürətdə mötərizəni vurub açaq. Mənfi 6x üstə gəl 4. Onu da sadələşdirəndə 5 çıxılsın, 5x eləyir. İndi sürət və məxrəci sıfıra çevirən ədəd. Sürəti sıfıra bərabər etdikdə x bərabər 1 olur. Məxrəci sıfıra bərabər etdikdə də x 3-də 2 olur. Bu iki ədədi qeyd edirik. Burada bərabərlik yalnız sürətdən tapdığımız vurğuya aiddir. Yəni 1-ə. Ona görə 1-in içi doludur. Amma 3-də 2-in içi boşdur. Götürür bir sınaq nöqtəsi, məsələn 2-ni. 2-ni sürətə qoyanda mənfi eləyir, məxrəcə qoyanda müsbət. Mənfini müsbətə böləndə mənfi, sonra gəlir müsbət, sonra mənfi. Bizdən də müsbət olan aralığı istəyirdi. Olur 3-də 2-dən 1-ə. Sual verir. Bu bərabərsizliyi ödəyən ən böyük tam ədəd. Ümumiyyətlə, bu arada bir dənə tam ədəd var, o da 1-dir. Elə böyüyü də odur, kiçiyi də odur tam ədəd. Aydındır? Xeyr. Xeyr. Birinci verilən ifadədən bu bayaqlarım izah elədiyimiz bir suala bənzəyir. Birinci verilən ifadədən x-in nəyə bərabər olduğunu tapırıq. 3x bərabərdir 2y üstə gəl 4. X də bərabərdir 2y üstə gəl 4 böl 3. X-i tapırıq. Sonra o x-i gətirib qoyuruq bu bərabərsizlikdə yerinə. Oldu 2 qat bərabərsizlik. Birinci kəsrdən azad eləmək üçün hər tərəf 3-ə vururuq. Sonra hər tərəfdən 4-ü çıxırıq və bölürük 2-yə. Deyir, y-in aldığı tam qiymətlərin cəmi. Y-in aldığı tam qiymətlər başlayır mənfi 4-dən, qutarır müsbət 4-dən. Cəmi də neçə eləyir? Mənfi 4-dən başlayır. Çünki mənfi 5 daxil deyildi. Tam qiymətlər. Mənfi 4-dən başlayır, müsbət 4-də bitir. Və əks ərələr olduğu üçün də toplamı 0 eləyir cəmi. Aydın oldu. Sonra 170. Yenə də biz bu bərabərsizliyi deməli, yenə də biz ilk iş olaraq bu bərabərsizliyi həll eləməliyik.
Bunu da həll eləmək üçün 4-ə, 8-ə, 5-ə əkop 40-dır. 40-a vurmalıyam ki, kəsirdən azad olsun. 40 vurulsun 2 minus 3x bölü 4. 40 vurulsun 6 minus 5x bölü 8 və 40 vurulsun 5 ilə 1. Eləyir 10 vurulsun 2 minus 3x, 5 vurulsun 6 minus 5x və 8. Hamısını ixtisar edib yazdım. Vurub açırıq. 20 minus 30x kiçik bərabərdir 30 minus 25x plus 8. X olanları bir tərəfə keçirdək. Mənfi 30x üstə gəl 25x. X olmayanları da digər tərəfə keçirdək. Aldıq. Mənfi 5x kiçik bərabərdir 18. X də böyük bərabərdir. Çünki mənfi 5-ə bölürəm. 3/6. Deməli biz aldıq ki, bu bərabərsizliyin həlli mənfi 3/6-dan müsbət sonsuzluğadır. İndi bu bərabərsizliyin mənfi 7 bir parçasına düşən həlləri. Bu bərabərsizlik, bax bunu kəşfdirdə görə bilərsiniz ki, siz harada ədəd axtarırsınız. Bax, biz almışıq mənfi 3/6-dan böyük bərabər. O da deyir ki, bu bərabərsizliyin mənfi 7 bir parçasına düşən həlləri. İndi bu kəskinliyə düşən tam ədədlər nələrdir? Mənfi 3, mənfi 2, mənfi 1, 0 və 1. Bəli, cəmləri mənfi 5 edəcək. Aydın oluyorsa ki, məsələn, qaranlıq qalan bir məqam varsa, bir də izah verim ki, nəyi necə elədik, niyə elədik. Sonra eyni şeydir. 76. Bəli. Neyniyərik? Vurarıq, açarıq, keçidərik, bir tərəfə həll edəyək də. Yəni, nə boyda qəliz bir şey görmüşsünüz siz burada görəsən. Ən pis halda vurub açarsan. Eləyəcək 2x kvadratı, çıx 6x, çıx 5x. Bu tərəf. Bəli. Deməli, 12x. Çıx 5x, düz oldu, üstə gəl 30. Kiçikdir. 6x minus 24 minus x kvadratı plus 4x. Keçəcək hamısını bir tərəfə. 2x kvadratı mənfi 17x plus 30 idi. Gəldi mənfi 6x üstə gəl 24. Yox, bir dəqiqə bir dəfə eləyim. 10x idi də 10x yazım. Üstə gəl 24, üstə gəl x kvadrat. İkisi 0. Buyur. Nəyi deyirdin? Deməli elədi 3x kvadratı minus 27x plus 54 kiçikdir 0. Hamısını 3'ə bölə bilərik. Belə elədi. Bunun da Viet teoreminə görə kökləri 3 və 8'dir. 8 değerimi 6'dır. 3'dən 6'dır. Vuranda 18, toplayanda 9. Deməli bizim parabola absisokunu 2 nöqtədə kəsir. 3'də və 6'da. Köklərin kənarı müsbət, köklərin arası mənfi olmalıdır. Bizdən də mənfi aralıq istədikləri üçün olur bu aralıq. Nə deyir? Tam əllərin cəmi. Bu aralıqda hansı tam ədədlər var? 4, 5. Cəmini istəyir. O da edir 9. Eşidirəm. Ay bana, nətər yəni, Viet teoremində olanda nədir? Burada Viet teoremində mənfi olan nə deyən şeydir? Onu başa düşmədim. Yenə səhv anlayıb. Bu mənfini demiriksən, bunu deyirsən. Viet teoremində mənfi söhbəti var. Var, bu başqa şeydir. Ay bala, bunun kökü olmalıdır ki, parabola absisokunu kəssin. Kökü var deyənə mən kəsdim. Kökü olmasa, parabola ilə x oxu kəsişmir. Onsuz da diskriminant mənfidirsə, kökü yoxdursa, Vietdən kök necə tapacağıq biz? Yəni, bir məna olaraq kvadrat təliyiyə kökü var ya yoxdur. Bunun kökü diskriminantla tapıla bilmirsə, Vietlə var şey tapıla bilməz. Çünki olmayan bir şey necə tapar? Aydınmı? Sonra, o mənfi bilsən nəyin işarəsi yazmışam? Yəni, mən x-in yerinə 3-6 arasından bir ədəd yazsam, bunun qiyməti mənfi edər. Onun işarəsidir. Aydınmı? Başqa qaldı burada kimsə sualı. Soruşmaq istəyib, soruşmadığı, ötürdüyü. Sonra qabağınıza çıxacaq.
Başa düşdüm. Buyurun, keçdik. Harada 155 var idi? Dimdə. Onda yox oluyubdu, görməyib. Yəni, 80-ə 5. Bu bərabərsizliyin həlli olan tam ədədlərin cəmi. Deməli, buradan 2 qat bərabərsizlik eləyə bilərik. Bunun modulunun 6-dan kiçik olması üçün mənfi 6 ilə müsbət 6 arasında olmalıdır. Hər tərəfin üzərinə 2 vaid əlavə eləyəndə mənfi 4 ilə 8-in arasında olur. Mənfi 4-8 aralığına düşən tam ədədləri bura düşsək, ki gözümüz görsün, mənfi 3-dən 3-ə kim olanlar onsuz da 0 edir. Bizə qalır bu 4 dənəni cəmləmək. O da 22 edir. 18 necə yazmışsın? Baxın. 4 axı bərabərlik yoxdur. Ona görə 4-ün öz sayı. Çünki o tərəfdə mənfi 4 yoxdur. Ona görə mənfi 3-dən 3-ə kimi 0 edir, gedir. Qalır 4, 5, 6, 7. Sonra 90 neçə? Bəli. Birinci o tərəfə keçirik. Sonra olur 5x minus 7-nin modulu 3-dən böyüdür. Onu başlayırıq həll etməyə. Yazın. De. 102'ye kadar sual olan 101. Deməli, bax burada pi bir ədəddir. 3 minus pi mənfi bir ədəddir. Biz hər tərəfi 3 minus pi'yə bölürük. Ya da belə deyək. Böləklər fərq edir. Ən yaxşısı bölək. Mənfi olduğu üçün böləndə işarəni dəyişirik. Və pi minus 3'ü 3 minus pi'yə böləndə mənfi 1 edir. Çünki azalan çıxan yerdəki də əks ədədlər alınır. Bu da deməkdir ki, 2x böyükdür. Mənfi 1 üstə gəl 6, yəni 5. X də böyüdür 2 onda 5. Yəni C bəndi. Aydın oldu. Qeyd elə. Sən nə demişdin? 102. Hə? Deyir yox. 102 deyib, deyir yox. 102 deməli. Bax, əvvəla. 102. İntervallar üsulu ilə həll edəcəyimiz bir sual tipidir. Sən başa düşməlisən ki, x-in istənilən qiymətində bu ifadə həmişə müsbətdir. X-in yerinə qoyursansa qoy, x kvadratı üstə gəl 5-i cavabı müsbətdir. Mənfi də qoysan, 0 da qoysan x-ə, müsbət də qoysan. Yəni o həmişə müsbətdir. Onu 0-a çevirən ədəd tapa bilmərik. Onda sürətdəki x plus 6-nı 0-a çevirən ədədi tapaq və məxrəzi 0-a çevirən ədədi tapaq. Bu ədədləri ədəd oxunda qeyd edək. Bu bərabərlik ancaq sürətdən tapdığın mənfi 6-ya aid edilə bilər. Ona görə onun için doldurursan. Götürək 3'ü qoyaq yerinə. 3'ü yerinə qoyduqda sürət müsbət, məxrəc müsbət. Deməli, müsbət, mənfi, müsbət. Bizə lazım idi bunu mənfi edən və 0-a çevirənlər. Bunu mənfi edən və 0-a çevirənlər mənfi 6-dan 2-yə qədərdir. 2 açıq mötərizədir. Bu bərabərsizlik ödəyən tam ədədlərin cəmi başlayır mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0 və 1. İndi bunları cəmləməlisən. Bu 3'ü 0 edir, bu heç. Qalır bunları toplayıb getməyimiz. Mənfi 11, mənfi 20. Sən etibar edək, düzdəyirsən. Aydın oldu. Yəni qeyri-adi bir şey yoxdur. X kvadratı gəl 5 bərabər 0 yaz da, x-in kvadratı mənfi 5 olacaq, həll olmayacaq. Sonra neçə? 115. Hamının sənə deyil. Bildim. 113 13. Sən də 12 deyirsən. 12, 13, 15. 112. 112-də, bax əvvəla, sürətdəki ədəddir. Yəni, bizim 0-a bərabər edəcəklərimiz məxrəcdəkilərdir. X minus 1'i 0 elədik, x bərabər 1. Bunu 0 elədik, x bərabər mənfi 3.
Ədəd oxunu çəkdik, -3 və 1-i qeyd edib böldük intervallara. Götürək 2-ni qoyaq yerinə. Bura müsbət, bura müsbət. Sürətdə də mənfi olduğu üçün cavab edir mənfi. Mənfi, müsbət, mənfi. Bizə mənfi aralıq lazımdır. Mənfi sonsuzdan -3-ə, 1-dən müsbət sonuza. Deyir, bu bərabərslik ödəyən mənfi tam ədədlərdən ən böyüyü neçədir? O aralıqlarda olan ən böyük mənfi tam ədəd neçədir? Mənfi 4. Aydın oldu? Mesela ne baş düşmedi? Dur bir yerinde neyse. Ya ben fikir neye baş düşmedi? Niye orada var? Çevirmedi. Valla ədəd nətər sıfıra çevirərsə, biz dəyişən sıfıra çevirdik. O durumda öz yerində biz harada sıfıra çevirdiğimiz grup var, çevirə biləcəyimiz var, onu çevirək də. O məhsul yok, bir şey yok. O nətər sıfıra çevirək biz? Bəli, mənfi 4 oldu. Şəb çıxıb. 113 deyən bəndə. Bax, aybola. Bu x minus 2'nin kvadratının açılışıdır. Düzdür. Deməli, x minus 2'nin kvadratı, ümumiyyətlə, neyinsə kvadratı ya müsbət olar, ya 0. 2'dən başqa bütün ədədlər bunu ödəyir. Çünki bir dənə 2'ni qoyanda 0 eləyir. 2'dən başqa nə qoysan müsbət eləyir. 2 bərabər kökü var da. Bəli, diskriminantı 0 eləyir. 16 çıx 16. Kökünü də tapırsan ki 2 eləyir. Bu o deməkdir ki, bizim parabola apsisona bir nöqtədə toxunur. 2-də. Hər yerdə müsbətdir, bir dənə 2-də 0 alır. Ona görə bunun həlli mənfi sonsuzluqdan 2-yə, 2-dən müsbət sonsuzluğa. Sənə də sual verib ki, ümumiyyətlə, bunu ödəməyən ədəd neçədir? 2. 2 bunu ödəmir. Çünki 2-ni qoysan 0 eləyir. Amma başqa nə qoysan müsbət eləyir. Sonra. Bəli. Dedik ki, bu deyəsən yox, arxada səhvdir deyirik. Deməli, 3x üstəgəl 6 minus 18 böyükdür x. 3x minus x böyükdür 12. 2x böyükdür 12 və x böyükdür 6. O tərəfdən də deməli, mənfi 5x üstəgəl 3x böyükdür 19 minus 37. Mənfi 2x böyükdür mənfi. Bəli, x də kiçikdir 9. Biz bunları nə etməliyik? Heyət olduğu üçün birləşdirməliyik. Birində almışıq 6-dan böyükdür ədədlər, o birisində almışıq ki, ədədlər 9-dan kiçikdir və bu iki aralığın birləşməsi olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Deyir tam əllərinin cəm... Kəsişmə deyil ki. Cavab 15 çıxıb. Çox güman ki, onda bunlar sistem işarəsi qoymaq istəyirlər və Qafarın da onların fikrini oxuya bildiyi üçün bilib ki, 7-yə 8-dir. Bəli, çox güman ki, burada sistem olmalıymış, kəsişmə olmalıymış 6-9 və orada daxil olan ədədlər 7-ilə 8 olduğu üçün cəmi. Amma nə tər fikirləşiblərsə, həm işarəni olsa yazıblar, həm də heyət sözünü yazıblar. Yəni, düz fikirləşmirlər. Aralıq olaraq budur. Aralıq olaraq bu olduğu üçün də oradakı tam ədədlər birinci sonsuz saydadır, amma toplayası olsaq 0 eləyir. Çünki hər bir ədədin onsuz da əksi var. Toplayana 0 eləyəcək. Amma yəni cavabı da ona uyğun yazmayıblar. Bəli, cavab 0. Çünki mənfi sonsuzluqdan müsbət sonsuzluğa kimi hər bir ədədin əksi var onsuzda. Toplayana 0 eləyəcək. Cavab 0 deyil, cavab 15 idi. Onlar sistem kimi düşünüb 15 yazıblar. 116. Deməli, Qafar, burada çarpaz vurmaq olmaz. Çünki biz məxrəcin müsbət və ya mənfi olduğunu bilmirik. Ona görə keçirdi bir tərəfə ortaq məxrəcə gətirməklə işləyirik. Bunu bir dənə kəsir kimi düşünək ki, rahat olsun. Ortaq məxrəci x minus 4-dür. X minus 5-i vuracam x minus 4-ə. Çıx 2 böyük bərabər 0. Sürəti vurub açsaq x kvadratı minus 5x minus 4x. Vurub toplananı ilişəcəm dəyişmir. Biri 5x yazdım, çaşım, eyb yoxdur. Sonra 20 çıx 2. Bu bərabərlik də var. Sürətdə x kvadratı minus 9x plus 18 aldıq. Düz oldu 9x, 22, 18. X minus 4 böyük bərabər 0. Sürətdəkini kökləri 3 və 6 olduğu üçün onu x minus 3, x minus 6 kimi qruplara ayıra bilərik. İndi sürət və məxrəci sıfıra çevirən ədədləri taparaq ədəd oxuyacağında qeyd edək. Sürəti sıfıra çevirən 3-dən 6-dır. 3-ü.
və 6-nın içini dolduracağım. Məxrəci sıfıra çevirən 4-ün də içini boş saxlayacağım. Çünki məxrəc sıfır ola bilməz. Böldüyü aralıqlara götürür 7-ni. 7-ni qoyanda müsbət, müsbət, müsbət. Bura müsbət, sonra gələcək mənfi, sonra müsbət, sonra mənfi. Bizə bunu müsbət edə və sıfıra çevirənlər lazım olduğu üçün 3, 4 birləşir 6 müsbət sonsuzluq. Nə istəmişimizdən ən kiçik tam əlli neçədir? Neçədir? Bəli, 3 qapalı olduğu üçün 3'dür. Məsələn, 3 orada açıq mötərizə olsaydı nə olardı? Xeyr. Yox, tutaq ki, bax, açıq mötərizədə heç bərabərlik yazmayıblarmış. Sonra bərabərlik yazmayanda bunların ikisi də boşdur. Onda olacaqdı 7. 3 olmur, 4 daxil deyil, 5 onsuz da yoxdur, 6'dan sonra gələn 7 olar. Yəni, elə versələr daha maraqlı olardı. Ama indi belə veriblər. Yəni, qapalı ilə vermişdilər deyə 3 olmuşdu. Sonra, $120, 20'den baş verə bilər. Aytıram. 5x minus 60 minus 2x minus 2x plus 20 bölü 0 yazdım tutaq ki. Qaldı x minus 40 bölü 0, x bölü 40. 40'dan böyük olan ən kiçik desədir, tam elədim. 41. Cavab nə çıxıb? Səhv çıxıb yoxsa? Problemi anlamalı sakin olsun. 2x aparmışsan, ha? Ulan 22, 23. Sizə nə olub? Sual testin axırı deyə çətin sual deyil axı bunlar. Yəni burada neyniyərsən? Mötərizəni vurub açarsan, sadələşdirərsən. 2x kvadratı minus 2x üstə gəl 3x minus 3 minus 8x plus 6 bölü 0. Elədi 2x kvadratı minus 7x plus 3 bölü 0. Kvadrat bərabərsidir. Köklərini viyyətlə tapmaq çətin olar deyə diskriminantla tapaq. Mənfi 7'nin kvadratı 49 çıxılsın 4ac, yəni çıx 24. Elədi 25. Köklərdən biri 7 minus 5 böl 4. Elədi 2'də 1. Biri də 7 üstə gəl 5 böl 4, 3. Deməli bizim parabola apsisokunu 2 nöqtədə kəsir. 2'də 1'də və 3'də. Köklərin kənarında müsbət, köklərin arasında mənfidir. Bizə də demişdik ki, bu nə vaxt müsbətdir? Mənfi sonsuzluqdan 2'də 1'ə, 3'dən müsbət sonsuzluq. Qabar. Nədir problemin? Bu sualda sənin problemin nədir? Ama bir cevap ver də bilim ki, nədir problem? Bildin? Nəyi bildin? Bilmədin nəydi? Nəyi öyrəndin indi? $23 deyən bəndə. Yenə sənsən. Bəqə bala, kəsirdən azad eləyərik. 6'ya vurarıq, kəsirdən azad olar. 6 vurulsun x plus 3, 6 vurulsun 4 və 6 vurulsun x minus 1 bölü 2. Daha görə niyə ala bilmirsən görəsən? Mənfi x kiçikdir, mənfi 27, x də böyüdür 27. Hər tərəf mənfi 1'ə böldüyümüz üçün işarə dəyişdi. 27'dən böyük olan ən kiçik tam ədəd neçədir bala? Aferin. Ən azından ədədləri tanıyırsan. 25 deyilirdi bayaqlarım. Deməli, intervallar üsulu ilə həll eləyəcəyik təbii ki, hər bir vurğu sıfıra çevirən ədədləri tapıb, ədəd oxunda qeyd edirik. Bizim cüt dərəcə qüvvət olan kökümüz var, ona da diqqət edirik. Sürəti sıfıra çevirən 3'dür. 3'ün içini doldurarak qeyd edirəm. Məxrəci sıfıra çevirən mənfi 5'in və müsbət 1'in içini boş saxlayıram. Hə? Bəli, düz desin. 3 orada nə işi var? Birinci yəni sırasını düz qoymadıq. Götürək 4'ü. 4'ü yerine qoysaq sürət müsbət, məxrəc müsbət. Deməli müsbət, mənfi, mənfi, müsbət. Qafa. X minus 1'in üzərində kvadrat var. Sağı solu eyni olmalıdır. Təzə bir şey demirəm. Ben keçən dəfə nə demişəmsə onu artıq dəfələrlə deyirəm. İndi bunu mənfi edən və sıfıra çevirənlər lazımdır. Yəni, mənfi 5'dən 1'ə birləşir 1'dən 3'ə. Deyir, bu aralıqdakı tam ədədlərin sayını tapın.
-5, -4, -3, -2, -1, 0. Düzdür? Ay son. -5 niye olmalı ki? Bu tərəfdə nəyimiz var? 2 ilə 3'ümüz var. 1, 2, 3, 4, 5, 6, 7. Cavaba nə yazırlar? Hı -hı. Şöyle bakalım da. 4 yazıblar bunlar. Burada 4 yazıblar cevabı. He. Niye? Səhv tapırsan da bana. 3'dən müsbət son sayı gəzir burada. Mənfi işarə qoyduğum aralıqlar hansı aralıqlardır bana? Hə. Ben bəyənməyib tərsinə götürmüşəm. Amma biz axtarırıq ki, bunu mənfi edən və sıfıra çevirən. Mənfi edən və sıfıra çevirən aralıq mənfi 5'dən 1'ə və 1'dən 3'ə. Bu aralıqlarda olan tam ədəd sonlu saydadır. Və bunların da sayıla yazaraq göstərdim bütün ədədləri ki, bunlar neçə dənədir? Bunlar arxada niyə 4 dənə yazıblar da onu bilmirik. 7 dənə. Cəmliyəndə də olmuyor. Baxdım cəmliyəndə də olmuyor. Hə? Cəmliyəndə də -5 edir. Bəlkə mənfilər sabit. Bəlkə oxuya bilmədik. Biz yox, tam deyil. Hə? Yaxşı, bu belə. Buna bərabərsizlər bölməsi yekunlaşdı. Bəli, bu fiqurların sayəsini izah edəcəyik.